Yeni bir video seriyası başlatmağı kararlaştırdım. Serial şeklinde ardıcıl videolarımız olacak. Yeni playlistimiz var. Playlistin adını da telefondan farklı istifadə koydum. Yani bu seriyaların adı, bu videolar seriyasının adı telefondan farklı istifadə olacak. Ona göre ki biz telefonu zəng, mesaj, şəkil çəkmək, bu kimi daimi gündəlik istifadə etdiyimiz məqsədlər üçün yox, tamam başqa məqsədlər üçün istifadə edəcəyik. Əgər evinizdə köhnə Android smartfonu varsa, bunu telefon yox, əlaqə vasitəsi kimi yox, necə başqa bir vasitə olaraq istifadə edə bilərik. Bu haqqda olacaq videolarımız. Məndə J1 2016 var. Bu yatıb biraz. Yəqin ki, şok verib bataryanı oyadacaq, uzun müddət istifadə olunmayıb deyə qalıb. Bir dənə ən son, belə deyim, köhnələrin içərisində ən son model olan A7 2018 var. Belə bir telefonum var. Bir də J4 Plus var. Bu da köhnə model telefondur. İşləkdir. Və bir də belə bir Galaxy Tab, köhnə model Galaxy Tab var. Bunlar üzərindən, bunların köməkliyi ilə mən sizə telefonu necə başqa bir alətə çevirə bilərsiniz, onun haqqında danışacağam. Bu haqqda videolarımız olacaq. Çox maraqlı bir seriyadır. Kanalımıza abunə olun, bildirişləri də açın ki, bu və digər playlistimizdən olan videolar vaxtında qarşınıza çıxsın, vaxtında siz də bu videolardan yararlanasınız. Birinci videomuz telefonu necə mikrofona çevirə bilərik, həm də peşəkar mikrofona, yüksək səs keyfiyyətli olan bir mikrofona. Gəlin izləyək. Mən kanalda olan videoların əksəriyyətini, yəni bir yerə qədər boya mikrofonundan istifadə etdim, daha sonra isə DJI-ın Mic Mini adlı mikrofonu sifariş elədim. Simsiz bu mikrofonu kanalımızda qutu açılışı və səs incələmə videosu da, səs test videosu da var. Keçid eləyib istəsəniz baxa bilərsiniz. Əgər almaq istəyirsinizsə, yox, əgər mikrofonunuz yoxdursa, pul vermək də istəmirsinizsə, hər hansı bir videonuz var, səsləndirmək istəyirsiniz, Android telefonunuzu mikrofona çevirə bilərsiniz. Bunun üçün biz WO Mic adlı bir proqramdan istifadə edəcəyik. Proqramı həm, baxın, pulsuz mikrofon belə yazılıb, açıqlaması da rəsmi saytı budur. Keçidi videonun açıqlama hissəsindən tapa bilərsiniz. Burada qaydası var, təlimatı var, biz bunu eləyəcəyik. Bura çox qalmıram bunun üzərində, yükləmə linkini axtarıram. Biraz reklamlarla doludur. Burada yükləmə bölməsi var, bura keçək. Baxın, burada iPhone üçün də var, mən Android dedim, çünki uzun müddətdə Android istifadəçisiyəm. İnanmazdım ki, iPhone-da belə bir imkan olsun. Burada Runtime kitabxanası var, onu yükləməlisiniz. Baxın, bunu əgər yükləməmişsinizsə, normalda bu kompüterimizdə yüklü olur. Əksər proqramların çalışması üçün. Yüklü deyilsə, bunu yükləyin. Baxaq görə bizdə yüklüdürmü? Yüklü olmalıdır bizdə. Əgər yüklüdürsə, deyəcək ki, artıq quraşdırılıb. Baxın, belə bir əlavədir. Yüklü deyilmiş. Yaxşı ki, yüklədik, yoxsa çalışmayacaqdı mikrofon. Bunu yüklədikdən sonra bu ikinci addım idi. Birinci telefonumuzu seçirik. İndi telefondan biz yükləyəcəyik. Telefonda Google Play və yaxud App Store-dan yükləyirik. İkinci Visual C+ kitabxanasını yükləyirik. Biraz əvvəl yüklədik, quraşdırdıq və üçüncüsü də Installer Windows. Bunu yükləyirik. Proqramın özünü. Cəmi 2 MB idi. Baxaq ki, əlavə nəsə yükləyəcəyimi. İngilis dilində baxaq. İngilis, Rus və də Çin dili idi deyəsən. O da növbəti sadə quraşdırılmadır. Növbəti seçirik, quraşdırılır.
burada bildirir ki biz yenidən başlatmalıyıq kompüteri. Normalda bu bildiriş gəlir, əksər vaxtlar eləməsək də işləyir, ancaq gəlin eləyək videonun ortasında bir də qayıdıb söndürmə məcburiyyətinə qalmayaq. Hal-hazırda yenidən başladıram kompüteri, baxaq görək nə olacaq sonra. Söndürüb yandırdıq kompüteri, daxil olaq. Belə bir sadə interfeysi var. Burada connection bölməsinə daxil olaq, connect. Burada deməli 4 qoşulma üsulu görürük biz. Bluetooth üzərindən, USB üzərindən, Wi-Fi və Wi-Fi Direct. Ən rahatı yəqin ki Wi-Fi-dır, tam simsiz. Eyni Wi-Fi-ya qoşulmalıyıq burada. Burada birinci də qeyd edib birinci şərtdə. Bu IP adres telefonda da olmalıdır. Eyni IP adres üzərindən, eyni Wi-Fi-ya qoşulu olmalıyıq. Gəlin telefona və Vomit-i quraşdıraq. Play Store-a daxil oluram. Axtarışa Vomit yazaq. Və budur. Eyni işarəli proqramı buna da quraşdırdıq. Proqramı açaq. Burada qoşulma, yuxarı sağ küncdə qoşulma işarəsidir bu. Baxaq, 192, 168, 0, 100 və bunu düzəldirəm burada. Burada 0.100'dür. Və bu IP adresi buraya yazdıq. Yəni görürsünüz telefondakı, oraya yazırıq, yuxarıda yazırıq. Telefonun IP adresi, yəni bura telefonun IP adresi yazırıq, budur. Bundan sonra geriyə qayıdıram və yuxarıda play işarəsini görürsünüz, üçbucaq sağda, ona daxil oluruq. İcazə veririk təbii ki. İcazə verdik və buradan da qoşul düyməsinə basırıq. Görək. Aha. Qoşuldu. Yaxa mikrofonumu ayırım. Səs səviyyəmizə baxaq. Normaldır. Baxın, burada səs səviyyəmizi bizə göstərdi. Burada biz qoşulmuşuq. Ayarlarda baxaq. Elə də bir fərqli bir şey yoxdur. Samsung Galaxy A7 telefonundan eşidirsiniz. Yəni onu qoşmuşam. Test üçün olan bir telefondur bu məndə. Bunun üzərindən hal-hazırda mikrofonla səsləndirirəm videonu. Biraz danışmaq istəyirəm ki, səs keyfiyyətinə fikir verə biləsiniz, səs fərqinə ən azından. Quraşdırılması o qədər də çətin deyildi, rahat quraşdırıldı və burada premium imkanlar dediyi o qədər də, yəni orada premium bir şey görmədim mən. Sadəcə səs səviyyəsini, səsin yazılma səviyyəsini biraz yüksəltdikdə, baxın bu qaydada bizdən bunu istəyir. Normal səviyyədə səsi yazmağa heç bir limit, heç bir əlavə ödəniş istəmir. Bu qədər. Əgər istifadə eləmək istəsəz, quraşdırılması çox rahat idi. Əgər yanınızda bir mikrofon yoxdursa və yaxud əlavə ödəniş edib almaq istəmirsinizsə, Android və yaxud iOS cihazınızı Vomit-lə kompüter mikrofonuna çevirə bilərsiniz və bu qaydada rahat istifadə edə bilərsiniz. Bu günlük bu qədər. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın. Əlavə hər hansısa çətinliyiniz yaranarsa, hər hansısa sözünüz varsa şərhlər bölməsində qeyd edin, mütləq cavablandıracağam.